Herkese salam. Bugün biz trenddə olan gürcü rəqsini edəcəyik və çox uzatmadan başlayaq. İlk növbədə dayanırıq bu qaydada və sağ ayaqla sağ qol bir yerdə eləyir bu hərəkəti. Fikir verin. 1 və sol əlimiz keçir arxa hissəyə. Ondan sonra düz dayanırıq, fırlanırıq. Eyni qaydada sol tərəfə. Yəni ki, sağ tərəfə eləyirik. Sadəcə sol ayaq və sol qol. 1 və yenə də fırlanırıq. Stop. Dayandıq. Bundan sonra eləyirik. 1, 2, 3, 4. Qabağa sağ. 2, 3, 4. Bir də 1, 2, 3, 4. 1, 2, 3, 4. Bundan sonra əsasda ayaqlara baxın. Bundan sonra eləyirik. 1, 2, 3, 1, 2, 3 və 4, 1, 2, 3 və 4, 1, 2, 3 və 4. Əllər isə bu qaydada. 1, 2, 3, 4. Bir yerdə edək. 1, 2, 3, 4. Eləyirik. 1, hop, 2, hop, 3, hop, 4, hop. Bundan sonra fırlanırıq. Stop bu qaydada. Sağ ayağımız biraz yığılı şəkildə, sol ayağımız düz şəkildə və sağ qol yuxarıda, solsa düz. Və çiynimizi bu qaydada istifadə edirik. 1, 2, 3, 4. Fırlandıq sol tərəfə. 1, 2, stop. İndi əks tərəfə oldu. Eyni qaydada 1, 2, 3, 4. Fırlandı, stop. İndi isə keçək ikinci hissəyə. Fırlanandan sonra dayandıq. Əlimizlə eləyirik. 1, 2, 3, 4. 1, 2, 3, 4. Ayaqlar nə edəcək? Ayaqlar eləyirik. 1, 2, 3, 4, stop. Qabağa atdıq ayağımızı, arxaya və sonra fırlanırıq. Bir də bu tərəfə görsədim. Yəni ki, biz dayandıq. Ayaqlar 1, 2, 3, 4, stop. Arxaya və fırlandıq. İndi isə bir yerdə əllərlə ayaqlar iyi. 1, 2, 3, 4. 1, 2. Fırlandıq. 1, 2, 3, 4. Bundan sonra eyni qaydada sadəcə arxa edir. Yəni ki, 1, 2. Və əllər 1, 2, 3, 4. 1, 2, 3, 4. Stop. 1, 2, 3, clap, 4, clap. 1, 2, 1, clap, 2, clap. İndi isə musiqi ilə edək. Əziz dostlar, bugünlük bu qədər. Ümid edirəm ki, videonu bəyəndiniz və əgər videonu bəyənibsinizsə, sizdən bir xahişim olacaq ki, videoya bir like atıb, yorum yazmağı da unutmayın və təbii ki, kanalıma abunə olun. Növbəti videolarda görüşənədək və bunu da nəzərinizə çatdırım. Əgər hansısa bir rəqs istəyirsinizsə, yorumda yaza bilərsiniz və mən bir-bir o videoları öyrədici formada çəkib paylaşacağım. Hələlik.